Bəzən belə xəbərlər də maraqlı olur da. Nikol Paşinyan, onun o siyasi həyatından, siyasətdən necə qatılıb, neçənci illərdə, hansı hadisələr baş verib ətrafında. Təbii ki, bunlar da insanlara maraqlıdır. Amma Paşinyanla, Nikol Paşinyanla həyat yoldaşı arasında, Anna arasında nələr baş verəndə, onlarla bağlı açıqlama verəndə insanlar üçün mən deyərdim bu daha çox maraq mərkəzində olur. Deyir, Paşinyanla həyat yoldaşı ayrıldı. Sual qoyulmayıb. Amma ayrıldı mı? Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla ayrılıb. Təbii ki, mən istinad edirəm Axşam.az-a. Bu barədə təbii ki, Anna Akopyan Facebook hesabında paylaşım edib. Məlumat vermək istəyirəm ki, mənim baş nazir Nikol Paşinyanla vətəndaş nigahım başa çatıb. Hər kəsdən bu məsələdə təmkinli olmağı xahiş edirəm deyə o paylaşımda yazıb. Paşinyanla Anna Akopyan rəsmi şəkildə evli olmayıb. Bunun səbəbləri barədə danışan Ermənistanın baş naziri siyasətlə məşğul olduğu üçün gələcəkdə həbs edilmək riskinə görə bu addımı attığını bildirib. Cütlüyün təbii ki 4 evladı var. Demək Paşinyanla, Nikol Paşinyanla Anna Akopyanın rəsmi nigahda deyirlər. 4 evladları var. İndi bizim bəzi müğənnilər deyəcək ki, Nikol Paşinyanın ki heç nigahı yoxdur həyat yoldaşından. Amma 4 evladı var. Biz niyə etməyək bunu? Nə qədər düzdür bilmirəm.